Yaşlanma insan həyatının təbii, bioloji və qaçılmaz bir mərhələsidir. Bu xəstəlik deyil. Orqanizmdə zaman keçdikcə hüceyrələrdə, toxumalarda və orqan sistemlərində tədrici dəyişikliklər baş verir. Milli Yaşlanma İnstitutu qeyd edir ki, yaşlanma əksər bədən sistemlərində yavaş dəyişikliklərlə müşayiət olunur və əsas məsələ bu dəyişikliklərin nə vaxt normal bioloji proses, nə vaxt isə xəstəlik əlaməti olduğunu ayırd etməkdir. Burada iki anlayışı ayırmaq çox vacibdir: fizioloji yaşlanma və patoloji yaşlanma. Fizioloji yaşlanma dedikdə, yaş artdıqca orqanizmdə gözlənilən, təbii və nisbətən yavaş gedən dəyişikliklər nəzərdə tutulur. Məsələn, əzələ kütləsinin bir qədər azalması, dərinin elastikliyinin zəifləməsi, görmə və eşitmədə müəyyən emmə, sümüklərin möhkəmliyində azalma, reaksiyaların bir qədər yavaşması bu qrupa aiddir. Bu dəyişikliklər insanın mütləq xəstə olduğu anlamına gəlmir. Sadəcə bədənin ehtiyat gücü və xarici təsirlərə uyğunlaşma qabiliyyəti əvvəlki illərlə müqayisədə azalır. Merck manual da vurğulayır ki, normal yaşlanma ilə əlaqəli dəyişikliklər insanı bəzi xəstəliklərə daha meyilli edə bilər. Amma bu dəyişikliklərin hamısı xəstəlik hesab olunmur. Patoloji yaşlanma isə yaşlanmanın özü deyil, yaşla birlikdə artan və ya yaşlanma adı altında gizlənən xəstəlik prosesləridir. Yəni, insan qocalmışam, ona görə belədir desə də, əslində bu hipertoniya, şəkərli diabet, ürək çatışmazlığı, osteoporoz, demensiya, depressiya, qidalanma pozğunluğu və ya başqa bir xəstəliyin əlaməti ola bilər. Məsələn, azca yavaş hərəkət etmək yaşla bağlı ola bilər. Amma getdikcə artan halsızlıq, səbəbsiz çəki itkisi, tez-tez yıxılma, yaddaşın sürətlə pisləşməsi və ya gündəlik işi görə bilməmək artıq normal yaşlanma kimi qəbul edilməməlidir. Yaşlılarda bir çox pozuntu yaşa bağlanaraq gec aşkarlanır. Halbuki onların böyük hissəsi diaqnoz və müdaxilə tələb edir. Müasir geriatriyada əsas baxış budur ki, yaşlı insanın sağlamlığı təkcə xəstəliklərin olub-olmaması ilə ölçülmür. Ümumdünya Səhiyyə Təşkilatı sağlam yaşlanmanı yaşlı dövrdə rifahı təmin edən funksional qabiliyyətin inkişafı və qorunması prosesi kimi izah edir. Yəni, əsas sual budur: İnsan hərəkət edə bilirmi? Qərar verə bilirmi? Gündəlik ehtiyaclarını ödəyə bilirmi? Sosial əlaqələrini qoruya bilirmi? Başqa sözlə, pasport yaşı ilə yanaşı funksional yaş da vacibdir. Bu səbəbdən eyni yaşda olan iki insan tam fərqli sağlamlıq vəziyyətində ola bilər. Biri 75 yaşında sərbəst gəzir, düşünür, sosialdır, gündəlik işlərini özü görür. Digəri isə 65 yaşında çoxsaylı xəstəliklər, hərəkət məhdudluğu və asılılıq yaşayır. Deməli, yaşlanmanı yalnız təqvimlə qiymətləndirmək düzgün deyil. Onu funksional vəziyyət, zehni sağlamlıq, qidalanma, hərəkətlilik və sosial aktivliklə birlikdə dəyərləndirmək lazımdır. WHO-nun Intrinsic Capacity və Functional Ability yanaşması da məhz bunu önə çəkir. Elmi baxımdan ən vacib nəticə budur: yaşlanmaq normaldır. Amma zəifləmənin, ağrının, unutqanlığın, yıxılmanın, davamlı halsızlığın hamısını normal qocalıq saymaq düzgün deyil. Normal yaşlanma ilə xəstəliyi ayırd etmək geriatriyanın əsas vəzifələrindən biridir. Bu fərqi düzgün başa düşmək isə həm erkən diaqnostika, həm də daha uzun, daha keyfiyyətli həyat üçün çox önəmlidir.